Salam, bugün ifrazat sistemi hakkında məlumat verəcəm. İfrazat sistemi orqanları hansılardır onu deyəcəm. Bir də ki, həm də ifrazat prosesini həyata keçirən orqanlar var, hansı ki bunlar ifrazat sistemi orqanları sayılmır. Məsəl üçün nə haqqında deyə bilərəm? Yazaq birincisi ağciyərlər, sonra dəri ola bilir, sonra bağırsaqlar ola bilər, daha sonra ola bilər qaraciyər və böyrəklər. Bu yazdıqlarım ifrazat prosesini həyata keçirir. İfrazat sistemi orqanları deyil. İfrazat sistemi orqanları, baxın bura yazıram, iki böyrəkdir. İki böyrək. İki sidik axarıdır. Bir sidik kisəsidir. Və bir sidik kanalıdır. Birazdan bunlar haqqında ətraflı məlumat verəcəm. Amma ilk öncə gəlin ifrazat prosesini həyata keçirən orqanlar haqqında məlumat verim. Ağciyərlər tənəffüs sistemi orqanına aiddir, amma ifrazat prosesini həyata keçirə bilir. Nələri həyata keçirir? Məsələn, su buxarını bədəndən xaric edir və karbon qazını xaric edir. Görürsünüz, yəni ifrazat prosesini həyata keçirə bilir. Sonra dəri. Dəri nə orqanizmdən kənarlaşdırır? Təbii ki, duzları və suyu bədəndən xaric edir. Bağırsaqlar həzm olunmayan qidaları bədəndən xaric edir. Həmçinin də suyu. Sonra qaraciyər bəs nəyə xaric edə bilər? Qaraciyər azotlu birləşmələri və eritrositlərin parçalama məhsullarını. Biz demişdik ki, eritrositlər qaraciyər və dalaqda parçalanır. Eritrositlərin parçalama məhsullarını orqanizmdən kənarlaşdırır parçalanma məhsullarını. Bu da belə. Böyrəklər bəs nəyi bədəndən xaric edir? Böyrəklər suyu bədəndən xaric edir. Suyun artığını söhbət ondan gedir. Sonra sidik cövhərini, sonra şəkərin artığını da, yəni artıq qlukozanı da bədəndən xaric edə bilər. Belə, bunlar oldu ifrazat prosesini həyata keçirən orqanlara. İndi gəlin ifrazat sistemi orqanlarından, hansı ki yuxarıya yazdım, iki böyrək, iki sidik axarı, onları indi gəlin belə də şəklinə baxıb izahat verim. Deməli belə, bax, böyrəklər bax bunlardır. İki böyrək. Bu böyrəklərdən çıxan isə iki sidik axarıdır. Sonra bu sidik kisəsidir. Və nəhayət bu isə sidik kanalıdır. Burada nələrə diqqət eləmək lazımdır? Diqqət olması şeylər böyrəklərin kütləsidir. Hansı boşluqda yerləşir onlardır? Mən boşluğu bir dənə ayrım burada göstərim, baxın. Deməli, bax bunlar qarın boşluğudur. Böyrəklər və sidik axarlarının bir qismi qarın boşluğunda yerləşir.
Digərləri isə çanaq boşluğunda yerləşir. Məsəl üçün burada adətən sual düşür ki, sidik axarları hansı boşluqlarda yerləşir? Sidik axarların bir qismi, yəni böbrəkdən başlayanda o yerləşir qarın boşluğunda, geridə qalan hissəsi isə çanaq boşluğunda yerləşir. Böbrəklərin birinin kütləsi 120-170 qramdır. Bunu da unutmaq olmaz. Sidik axarları haqqında nə deyə bilərəm? Sidik axarları başlanğıcını təbii ki, böbreğin basıq hissəsindən götürür. Yer gəlmişəm, bir dənə başqa bir şey deyim ondan sonra. Böbreklərimiz bizim təbii ki, qarın boşluğunda yerləşir. Qarın boşluğunda yerləşir. Onurğanın yan tərəfində, bel nahiyəsində yerləşmiş olur. Sonra sidik axarları dedi ki, uzunluğu 25-30 santimetrdir. Başlanğıcını böbrək ləyənindən götürüb birbaşa sidik kisəsinə çatdırır. Sidik kisəsinə baxaq. Sidik kisəsi bunun həcmi 500 millidir. Həcmi 500 millidir. Sidik kisəsinin divarı ennezoğlu əzələ ola bilməz. Saya əzələdən təşkil olunub. Saya əzələdən təşkil olunmuşdur. 500 millidir sidik kisəsinin tutumu. Bunun dörddə biri dolanda təbii ki, sidik ifrazına ehtiyac duyulur. Ehtiyac yazıram, biləcəyik. Dolanda onu boşaltmaya ehtiyac duyulur. Sonra sidik kisəsi ilə sidik kanalının arasında bax burada bir sfinktor var. Sfinktor, yəni büzücü sfinktor var. Bu sfinktor 0-3 yaş arası insan iradəsindən asılı olmur. Mən bunu yadda qalsın deyə adətən pampers yazıram ki, yadımızdan çıxmasın. Yəni 3 yaşdan sonra artıq insan beyin qabığı yazıram. 3 yaşdan sonra sidik ifrazı yarımkürələr qabığı vasitəsilə idarə olunur. Yarımkürələr qabığı vasitəsilə idarə olunur. Bu da belə. Məncə burada hələlik qeyri-adi bir şey yoxdur. Sonra böbrək haqqında başqa nə deyə bilərəm? Ona da davam eləyək böbrək haqqında. Deməli, bax belə bir şey. Böbrək haqqında əlavə olaraq danışaq. Bu böbreğin en kəsiyidir. Böbreğin en kəsiyi diqqətlə baxsaq, xarici qatı qabıq qatıdır. Daxili qatı isə beyin qatıdır. Deməli, böbreğin en kəsinə baxanda iki hissədən ibarət olduğu görünür. Deməli, böbreğimizin funksional vahidi nefronlardır. Bu nefron nədir? Nefron bir böbrekdə 1 milyon olur. Yəni çoxdur. Nefronlarda sidik əmələ gəlir. Sonra nefronlardan süzülərək piramidlərə yığılır. Piramidlərdən böbrək ləyəninə gələcək. Şəklə də baxa bilərsiniz. Deməli, bax bunlar piramidlərdir. Piramidlərdən sidik
böyrək ləyəninə gəlir. Böyrək ləyəni bir ədəddir. Hər böyrəkdə təbii ki, bir ədəddir. Və böyrək ləyənindən bilavasitə görün başlanğıcını nə götürür? Sidik axarı. Böyrək ləyənindən sidik axarına axacaqdır. Bax, görürsünüz? Belədir. Gəlin indi nefronun quruluşuna baxaq. Mən sizə bir şey də deyim. Burada yuxarıdakı şəkli bir də göstərmək istəyirəm. Burada bəzi şeylər var. Onları təkrar deməliyəm. Deməli, baxın, bu şəklə bir də baxaq. Bu şəkildə nəyə diqqət eləyəcəyik? Qırmızı rəngdə çəkilmiş, böyrəyə daxil olan, bax, bunun adı qarın aortasıdır. Qarın aortası. Hər bir orqan kimi böyrək də qarın aortasından bir damar alır. Bu qarın aortasından təbii ki, oksigenli qan axır. Oksigenli. Baxın, böyrək. Buradan bir xət çəkdim. Diqqətlə baxın, qarın aortasından böyrək arteriyasını alır. Böyrək arteriyasını alır. Və bu böyrək arteriyasında tərkibindən oksigen axır. Yəni, hər bir orqan kimi böyrək də qarın aortasından bir damar alır, oksigenli qanı alıb istifadə edilir, qidalanır. Göy rəngdə verilmiş damar isə, bax, bu damar. Bunun adına deyirik aşağı boş vena. Təbii ki, burada karbon qazı axır və böyrək arteriyası böyrəyə daxil olub, böyrəyin daxilində kapilyara çevrilib, orada qazlar mübadiləsi, maddələr mübadiləsi baş verir. Sonra isə o oksijeni istifadə etdikdən sonra karbon qazını verir. Bax, budur. Böyrək venası. Karbon qazını aşağı boş venaya axıdır. Yəni, hər bir orqan kimi. İndi sidiyin əmələ gəlməsini izah eləyəndə onu daha yaxşı anlayacağıq. Deməli, biz burada nəyi düşünməliyik? Bir dənə bir şey deyim. Qan böyrəyə nə üçün gəlir? Qan böyrəyə gəlir. Nə üçün? Gəlir, bir oksigen versin, qida versin və sidik cövhərindən, yəni duzlardan və glukozanın artığından, yəni şəkərin artığından təmizlənsin. Şəkərin artığından təmizlənsin. İndi gəlin görək, bir nefronun quruluşu necədir və burada ilk sidik, son sidik necə alınır, onun izahını vermək istəyirəm. Gəlin baxaq. Yazıram, bir nefronun quruluşu. Bir nefronun quruluşu. Bir nefron hansı hissələrdən təşkil olunub? Baxaq. Mən bir sadə dillə izah eləmək istəyəcəm. Bunu burada kitabdakı şəkildən bir balaca fərqli olacaq, amma o kitabdakı şəkli də sizə göstərəcəm. Baxın, bu bir nefronun quruluşudur. Bunun adına deyəcəyik qədəhə bənzər kapsul. Qədəhə bənzər kapsul. Bunun adına deyəcəyik birinci dərəcəli qıvrım sidik borucuğu. Qıvrım sidik borucuğu. Sonra
Buna isə deyəcəm böyrək və bunların ikisinə deyəcəyik böyrək kanalcıqları. Böyrək kanalcıqları. Bu hissəyə deyəcəyik henle ilgəyi. Henle ilgəyi. Və nəhayət buna deyəcəyik sidik toplayıcı kanal. Sidik toplayıcı kanal. İndi gəlin baxaq görək burada necə olur. Deməli, böyrək dedik ki, qarın aortasından böyrək arteriyası damarını alır. Tutaq ki, böyrək arteriyası damarı, baxın bu, yazıram. Böyrək arteriyası. Bu böyrək arteriyası damarı gəlib böyrəyin içərisinə girir, oradan da gəlir qədəbənzər kapsulun içərisinə. Bu böyrək arteriyasının tərkibindən hansı qan axır? Təbii ki, arteriyadır və oksigenli qan axır. Davam eləyəcəm. Böyrək arteriyası daxilində nə var? Qida çox. Su çox. Bayaqları mən deyəsən burada qeyd eləməmişəm. Qida versin, sidik cövhərlə duzlardan və sudan. Artıq sudan, yəni neynir? Təmizlənir. Hə, su çox. Şəkər çox, yəni glukoza çox, şəkər dediyimiz altına yazıram. Glukoza çox. Çox. Yəni bunlar çoxdur. Düzdür? Qida demək, yəni amin turşular çoxdur. Bu böyrək arteriyası gəlib qədəbənzər kapsulun içərisinə girir və burada kapilyar yumaqcıq yaradır. Bax, bunun adına deyəcəyik kapilyar yumaqcıq. Kapilyar yumaqcıq. Kapilyar yumaqcıqdan sonra isə yenə bir arteriya damarı ilə qədəbənzər kapsuldan çıxır. Yenə bax, bunun adına deyəcəyik arteriya. Burada çox şeylər var, diqqətli olmaq lazımdır. Fikir verin, neynədim? Hər bir orqan kimi böyrəkdə də arteriya, kapilyar, vena söhbəti var. Bu heç, bu dəyişməz. Amma burada hal-hazırda arteriya, əlavə olaraq yəni arteriya, kapilyar, qədəbənzər kapsulun içində kapilyara çevrildi. Qədəbənzər kapsuldan sonra çıxanda yenə arteriya damarı ilə çıxdı. Arteriya. Yəni, əlavə olaraq arteriya, kapilyar, arteriya damar sistemi böyrəkdə mövcuddur. Vena, kapilyar, vena qaraciyərdə mövcud idi. Burada mən nəyi izah eləmək istəmişəm? Diqqətlə baxın. Uşaqlar, deməli, qədəbənzər kapsulun içərisinə girən damar, arteriya damarının diametri böyük. Qədəbənzər kapsuldan çıxan arteriya damarının diametri isə kiçik olduğu üçün, həmçinin qədəbənzər kapsulun içində kapilyar yumaqcığa çevrildiyi üçün, kapilyarın divarı bir qatlıdır. Böyük damarda təzyiq böyük, kiçik damarda təzyiq çox olur və kapilyarın da divarı bir qatlı, qədəbənzər kapsulun da divarı bir qatlı olduğu üçün burada süzülmə baş verir. Və bu süzülmə nəticəsində burada ilk sidik yaranır. Deməli, ilk sidik qədəbənzər kapsulda yarandı. Bu ilk sidiyin orqanizmdən çıxması bizim üçün sərfəli deyil. Səbəb, ilk sidiyin tərkibində su çoxdur. Yəni, burada təzyiq yarandığı üçün suyu belə təzyiqlə qədəbənzər kapsulun içərisinə sıxışdırmış olur. Su çoxdur. Glukoza çoxdur. Glukoza çox. Sonra həmçinin amin turşular belə ilk sidiyin tərkibində çox ola bilər. Bu ilk sidik başlayır, bax, buradan belə axmağa, üzü aşağıya doğru. Bu ilk sidiyin mən dediyim kimi orqanizmdən çıxması bizə sərf eləmir. Ona görə də arteriya damarı qədəbənzər kapsulun içindən çıxdıqdan sonra
təzədən böyrək kanalcıqlarını bax belə əhatə eləmiş olur. Və bu əhatə eləyir. Burada adsorpsiya baş verir. Adsorpsiya, yəni geri sorulma. Yəni ilk sidiyin tərkibindən, belə deyək, bunu biraz tünd çəkəcəm. İlk sidiyin tərkibindən təzədən arteriya damarını adsorpsiya nəticəsində, baxın yazıram bura, adsorpsiya və adsorpsiya nəticəsində ilk sidiyin tərkibində olan suyun bir qismi, glukozanın bir qismi, amin turşular tamamilə sorulmuş olur. Nəticədə böyrək kanalcığının daxilində, bax burada, böyrək kanalcığının daxilində son sidik yaranır. Son sidik əmələ gəlir. Bu son sidik orqanizmdən çıxa bilər. Nə üçün? Son sidiyin tərkibində suda var, qida maddələri yoxdur, sidik cövhəri çoxdur. Sidik cövhəri çox olur. Bu orqanizmdən çıxa bilər, yazıram, orqanizmdən çıxır. Gördünüz? İndi bu arteriya damarı da təbii ki burada karbon qazını falan özündən aldığından sonra böyrəkdən bilavasitə çıxacaq. Bu damarında da olacaq böyrək venası karbon qazını və bu böyrək venası da gəlib aşağı boş venaya töküləcək. Aşağı boş venaya töküləcək karbon qazı. Gördünüzmü? Bax belə. Və nəhayət sonra da həmən o sidik də orqanizmdən bax beləcənə xaric olmuş olacaq. Burada mən nə demək istəyirəm? Burada məsələdə istifadə olunan rəqəmlər var. O rəqəmlərə baxaq. Bir dəqiqədə böyrəklərdən deyək sonra. Böyrəklərdən 1 litr qan keçir. 1 litr qan keçir. Bir böyrəkdən təbii ki 0,5 litr qan keçir. 0,5 litr qan keçir. Bu belə. Bunu bilməliyik. Bundan çox istifadə olunur məsələ həllində. Sonra yazıram sutka ərzində, sutkada əgər böyrəklərdən 1500-1700 litr qan keçərsə, bu zaman 150-170 litr ilk sidik yaranar. Bu belə, yəni 10%. 1,5, 1,7 litr son sidik əmələ gəlir. Bu da belə, yəni 1%. Bu rəqəmləri unutmaq olmaz. Bu da belə. Böyrəklər haqqında böyrəkləri qorumaq lazımdır. Həkim məsləhəti olmadan antibiotikdən istifadə eləmək olmaz. Çünki antibiotiklər böyrək kanalcıqlarını məhv eləyir. Böyrək kanalcıqları da məhv olanda bizdə son sidik yaranmaz. Orqanizmdən bilavasitə ilk sidik çıxar. Burada bu qədər bənzər kapsulu ilə bağlı bir şəkil də göstərim sizə. Baxın, budur. Qədər bənzər kapsulun şəkli. Baxın, bura çəkirəm. Göstərirəm sizə. Qədər bənzər kapsulu mən şərti olaraq şəklini çəkdim. Baxın, qədər bənzər kapsul budur. Bunun içərisində kapillyar şəbəkə yaranır. Qədər bənzər kapsulun içərisində girən arteriya budur. Qədər bənzər kapsuldan çıxan arteriya budur. Böyrək kanalcıqları da bax budur. Hendi ilgəyi görürsünüz, bax bu tindi. Sidik toplayıcı kanal. Şəkil biraz qarışıqdır. Mən amma yəni sadə dillə izah eləməyə çalışdım. Sağ olun.